Hidayət, Zelim, Ülvi, İrina, Jale, Həsrət və başqaları bugün Səudiyyə Ərəbistanında İslam həmrəylik oyunları başlayır. Bu medal isə xatirə kimi qalıb məndə 2017-ci il Bakıda keçirilən İslam oyunlarından və həmin yarışda Azərbaycan idmançıları 75 qızıl medal qazanmışlar. Düzdür, indi o nəticəni təkrar etmək olmaz, amma bu adı çəkin idmançılar və başqaları mənə elə gəlir ki, əllərindən gələni eləməlidirlər ki, 2 həftə ərzində bütün Ərəbistan, bütün İslam dünyası Azərbaycandan danışsın və Azərbaycanın qələbələrini, qızıl medallarını saysın. Bu çox vacib yarışdır. İndi bilmirəm sonuncu yarışın nəticəsi təkrar olunacaq, olunmayacaq. Amma yada salaq ki, sonuncu dəfə 3 il bundan qabaq Azərbaycan Konya şəhərində 4-cü oldu. Türkiyə, İran və Özbəkistandan sonra 4-cü yeri tutdu. Bu dəfə ümid edirəm ki, Azərbaycan üçlüyə düşəcək. Bütün idmançılarımıza uğurlar.